Bəs sən yaxşı öz səhifəni yazanda görürsən ki, bu uşağa qiymət yazılıb. Sən demirsən ki, ay sinif rəhbəri, mənim əvəzimlə kim yazıb bunu? Bax, indicə şey yazdı, izahat yazdı ki, mənim xəbərim yoxdur. Mən də qiymət yazmamışam. Bu sənin xəttindir? Yox. Sənin xəttin deyil ki bu? Yox, mənim vaxtda. Bu mənim xəttimdir. Tamam. Dərsinizi keçin müəllim, keçin dərsinizi. Yaxşı, böyük Qafqaz. Sən böyük Qafqaz ki, uşaqlar ayın kimi görmə. Gəl. 22 şagirddir. Bu uşağın adı... Məhəllə müəllim, 22 uşağın 22-sinin də kəsəgəsi var. 22-si yox. Neçəsi var? Bir dəqiqə. Bax, bu uşaq yoxdur. Mən bunu bilirəm ki, yoxdur. Heç bir müəllimdə də kəsəgə yoxdur. Uşaqlar, bu İsmailin üzünü görmüsünüz? Görməmişsiniz ki? Tanımırsınız da? Heç görməm. Adın nədir sənin oğlum? Nə? Sən gündəlik gəlirsən dərsə? Görmürsən bu uşağın İsmailin adını? Bizdə elə başlayıcı adı var. Bütün fənlərdən bu uşağa kəsəgə qiyməti yazıb. Necə yazmısınız? Burada müəllim, burada kəsəgə Namazov İsmail, sənin səhifəndə kəsəgə 1 Kimin adamıdır? Afaq tapşırıb niyə yazırsan? Niyə sən yazırsan? Bütün səhifələrə cəmaata qiymət yazmısan. Niyə yazırsan? Müəllimlər bilirlər, demişəm. Müəllim deyir, mən uşağı görməmişəm. Heç birinin summativi yoxdur. Bu uşaqların özü deyir ki, biz bu uşağı görməmişik. İndi onu siz gedin onunla həll edin. Onu niyə həll edirəm? Sən götürüb qiymət yazırsan, sənin nə ixtiyarın var? Siz ona elə bir problem üzləşsəz, ona nəsə deyə bilərsiniz. Mən deyə bilərəm, mən eləmərəm. Mən eləmərəm onu, sabah çünki o üzünə durmayacaq. Sən üzünə duracaq. Deyəcək, heç xəbərim yoxdur. Sən öz xəttinlə götürüb müəllimlərin səhifəsinə yazı yazırsan. Niyə? Onlar mənə dedilər ki, yəni qiymət üzrü nə istəyirsən onu yaz. Dedim, hə, yaxşı idi, uzaq işdir. Ancaq Svetlana müəllimə eləyə bilərdi, bunu yazsın direktora, onun borcudur. Direktor müavinidir, yazmalıydı da. Yazdı da, verdi ilə, mənlə bərabər də getdik onun yanına. Ancaq bunu yuxarı təşkilata yazmaqda nə işin lazımdır, Svetlana? Mənim haqqımda söhbət edirəm. Onu yazmaya da bilərdilər. Bu bir. İndi tək bu deyilin, belə hallar, belə faktlar məktəbdə en qədərdir, çoxdur, riyazi bildir. Müstəndik məni çağırdı, mən də bilirdim ki, huzurdan qulağından bilirdim ki, Qasimə müəllimə məktəbdən şikayət yazır. Bu mənim şikayətim, məni də ora çağırmaqda yəqin o olur. Svetlana müəllimə mən düzdür, nöqsan eləmişəm, nə nöqsan eləmişəm? Başqa müəllimin yerinə qiymət yazmışam, yaxşı elə yazmışam, niyə yazmamalıyam? Mən sinif rəhbəriyəm, 27 uşağı qiymətləndirib, bir nəfəri saxlayamalıydım ki, Cəmal müəllim.